Azay Quliyev yenidən ATƏT Parlament Assambleyasının komitə sədri seçilib. Azərbaycanın nümayəndə heyətinin üzvü Azay Quliyev Niderlandın Haqa şəhərində keçirilən ATƏT Parlament Assambleyasının 33-cü illik sessiyası çərçivəsində yekdilliklə Parlament Assambleyasının iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin sədri və büro üzvü vəzifəsinə yenidən seçilib. Azay Quliyev göstərilən yüksək etimada görə ATƏT-ə üzv ölkələrə təşəkkürünü bildirib. Son 13 il ərzində ona göstərilən davamlı etimadı yalnız şəxsi nailiyyət kimi deyil, Assambleyanın fəaliyyətinin gücləndirilməsi, ATƏT məkanında dialoqun, əməkdaşlığın və qarşılıqlı hörmət dəyərlərinin təşviqi istiqamətində böyük məsuliyyət kimi qiymətləndirir, deyə o bildirib. Azay Quliyev bütün nümayəndə heyətlərinə qarşı bundan sonra da ədalətli, qərəzsiz və məsuliyyətli fəaliyyət göstərəcəyini bildirib.